Herkese salam, kanalıma hoş gelmişsiniz. Aparıcı Vüsale Əlizadə sosyal media hesabında izləyiciləri özü üçün hazırladığı diyetik reseptleri paylaşıp, onun paylaşımı hər kəs tərəfindən maraqla qarşılanıb. Həmin foto və videoları sizlərə təqdim edirəm. Videonu izləyib xoş sözlərinizi yazıb dəstək olmaq üçün kanalımıza abunə olmağı unutmayın. Hər vaxtınız xeyir olsun. Çox sevdik hamınızı. 2 gündür doğru düzgün sizinlə heç nə paylaşa bilmirəm. Sizə sağlıq. Özümü yaxşı hiss etmirəm. Biraz təzyiqim yüksək olur. Ona görə dünən canlı yayımda da iştirak edə bilmədim. Bugün isə işdəydim. Çox tamaşaçılarım yazıb ki, hiss etdik, niyə belə halsızsınız, niyə yorğunsuz. Olur belə hallar. Hər birimizin həyatında qaçılmaz tərəflər var. Ona görə inşallah yaxşı olacaq. Hal-hazırda brokoli, yumurta, kəsmik, Holland pendiri qarışımlı. Özüm üçün lavaş hazırlayıram. Bilirsiniz ki, həmrə pəhrizdəyəm. Amma pəhriz ac qalmaq demək deyil. Ürəyim istəyən tərəvəzlərdən, ət, toyuq, balıq hamısından fərqli yeməklər hazırlayıb yeyə bilirəm. Yəni yağlı, çox kalorili yox. Sadəcə pəhriz rejimində. Ən əsası pəhrizin birinci hissəsi un və şəkərdən uzaq olmaqdır. Amma bunu da ötüşdürmək olur, yəni əvəzləmək olur. Və bir fikrimi bildirmək istəyirəm. 3 gün öncə dırnaq ustamda olanda belə bir fikir yazmışdım ki, xanımlardan hansı rəngi, hansı dırnaq boyasını istifadə etmişəm tapsalar, onlara hədiyyə göndərəcəm. Yəni o insana kim tez tapsa və həmin günün axşamı düzgün cavabı mən skrin edib saxlamışam. Amma paylaşmamışam. Dediyim kimi bu biraz özümü narahat hiss etməyimlə bağlı. Yəni o skrin qalır və onu paylaşıb qalibi də qeyd edəcəm. Bilirsiniz ki, mən hər zaman nə varsa onu deyirəm, onu göstərirəm, onu təqdim edirəm. Boş-boş yalandan don geyinmə eləməmişim yoxdur. Ona görə bunu paylaşdım ki, qeyri-ciddi bilməyəsiniz. Ki, Sayxan bunu dedi, sonra bizə cavab vermədi. Amma narahat olmayıb paylaşım edəcəm. Hədiyyəni də həmin qalibə göndərəcəm. Ya da özü gəlib götürəcək. İndi isə çörəyimi hazırlayım. Sonra istəsəz sizinlə də bölüşərəm. Hər vaxtınız xeyir olsun. Dünən bu bolu paylaşmışdım. Çoxunuz yazmışsınız ki, bu çoxdur, bu yeməyi siz yeyirsiniz. İnanmıram, altında nə var, necə bir bol hazırlamışsınız. Dedim, göstərim. Bu mənim dünəndən qalan boş qabımdır. Biraz yedim, qalanı qaldı. Belə deyil, qoydum soyuducuya. Demişdim sizə mərci qaynadıb qoyuram və qatıq sos edirəm, tökürəm, çox ləzzətli olur. Iceberg kələm, roka, bir də marol kələmlər var, o paketlənmiş halda marketlərdə satılır. Sonra avokado, pomidor, toyuq sote edib pişirmişdim airfryerdə. Duzlu xiyar dilimləri var, kornişon xiyardan. Və belə də ürəyiniz istəyən başqa portağal var idi, onu yemişəm. Sonra pendir var idi, yemişəm belə. Yəni daha çox kələmləri yemişəm. Və görürsünüz, bir də toyuq tikələrindən. Qalan qalıb boş qabda. Yəni qalan qalıb boş qabda. Yəni böyük düzəldi, tam yığıb, nə qədər bacardımsa onu yedim, bu qalanı qaldı. Əslində işdən gəlmişəm, indi tədbirə gedəcəm, gedirəm salona hazırlaşmağa. İstədim yeyim, amma Diləyə də dolma hazırlamışdım. Evdə hamı dolmadan yedi, mən də istədim, mən də 5 dənə dolma yeyəcəm. Ayırmışam özüm üçün. Bunda axşam gəlib ac olsam yeyərəm. Yəni xarab olmur, bildiyiniz tərəvəzlərdir belə. Başqa da heç nə qatmamışam. Yeyəndə isə qatıqlı sos qatıb yeyəcəm, limon sıxacam belə. Göstərdim sizə ki, qızlar çox yazırsınız, ürəyiniz arxayın olsun. Bax belə bir boş qab idi, amma çox ləzzətlidir. Bu da detoksdur. Bugün axşama kimi detoks içəcəm. Yine hazırladım detoksumu.
Chia toxumu əlavə edəcəm bir qaşıq. Ondan sonra qarışdırıb götürəcəm. Şimdi. Cici. Ne güzel ki de beni sevenleri bir araya topladım diyeceksen. Senin çok güzel meclislerin, doğum günlerin, evladın için geçirdiğin özel günler olup her zaman beraber olmuşuz, her zaman. Seni sevip değer veren insanların yanında olurlar hep. Ve bugün de o günlerden biridir. Bir balaca bugün sınav oldu ama güzel sınav diyek. Çünkü aziz dostlarımız, değerli konaklar, hanımlar ve canablar, herkes bugün buraya geldiğinde Sabah tədbirdəyəm. Ona görə hazır dolmalarımla belə yığıram qazana. Dilə üçün pişirib qoyacağım. Büküb yığmışdım. Balaca qablarda qablaşdırıram ki, bu elə bir adamın payıdır. Bir pot və 2 pot pişirəcəm. Bilirəm ki, soruşacaqsınız ki, kökü niyə qoymuşsunuz altına? Biz belə eləyirik. Yarpaq qoyub və bir dənə kökü də belə bölüb, böyük dilimlər qoyuruq altına. Onda dolmanın kəfi çıxmır və dolmaların üzü təmiz qalır. Sümüklü ət olanda dolmanın ətindən ayırdığımız ətlərdən onlardan da qoyuruq çox vaxt altına. Çox dadlı olur, mən çox sevirəm onu. Belə qablara büküb yığıram. Bir porsiya yığıram bu qaba. İndi burada 2 qab istifadə elədim. Elə bil ki 2 porsiya hazırlayıram. Çox rahat olur. Büküb buzluğa qoyanda göstərmişdim sizə. Böyle. Maşallah. Çok oldu. Bugün axşam saatlarına kimi detoks günüm idi və gün içində bircə dəfə bol hazırlayacaqdım özümə. Öncəliklə deyim ki, bu pəhrizi mənim üçün kimsə hazırlamır. Mən öz bədənimi tanıyıram, bilirəm ki, hansı yeməklər məndə daha yaxşı effekt verir. Elə yeməklər var ki, mən yeyərəm, çəki ataram, amma kimsə yeyər, çəki artırar. Ona görə də hər kəs öz bədənini tanımalıdır və bilmədiyiniz halda həkimlə, özəlliklə də dietoloqla məsləhət etməlisiniz. Bu birinci tərəfi. İkinci tərəfi, özüm üçün bol hazırlamışam. Mən çox sevirəm bolları. Buna belə böyük baxmayın. Altı bütün otlardır. Maruldur, sonra iceberg kələmdir. Sonra nə var? Roka var. Hə, roka var. Sonra isə üstündə gördükləriniz toyuğun sinə ətini sote eləmişəm özüm. Limon, duz, pul biber, qarabiber, sarkök, biraz xardal, sonra soya sosu. Bunların hər birini qatmışam, biraz saxlamışam. Sonra isə airfryerdə bişirmişəm. Çox qurutmuruq, belə yumuşaq bişiririk. Biraz qızarana kimi. Sonra var burada tutma xiyar, duza qoyulmuş belə balaca xiyarlardan, kornişon xiyarlardan, avokado yarım, feta pendir, balaca çeri pomidor və çuğundurun, bir balaca orta boy çuğundurun yarısı portağal. Limon da sıxacam üstünə. Burada isə qatığı hazırlamışam. Qatıq, pul biber, duz, nanə, kekik, ürəyiniz nə istəyir. Limon da sıxıram ona və mərci bişirmişəm. Bu ən xeyirli bir şeydir. Geldi Jurassic. Bu da mənim aşkımın boludur. Öz əlavələr eləyib, kök doğrayıb özü üçün. Soğanlar doğrayıb üzərinə. Amma qalan hər şeyi eyni hazırlamışıq. Və mərcidən deyirdim sizə. Mərci pəhrizdə çox vacibdir, çox önəmlidir. Çünki mərci qan artırır. Mən bir dəfə təmizləyirəm, yuyuram
Bir dəfə bir burun qaynadıb o suyu atıram və ikinci dəfə üstünə yenə qaynayan su əlavə edib, isti su əlavə edib qoyuram bişməyə. Tam bişir, suyu az qoyuram, tam suyu çəkilir və götürürəm belə. Bax, sadəcə bu qatığı, hazırladığım qatığın üzərinə əlavə edib yeyəndə o qədər dadlı olur. Dəhşət. Bunu sizə necə başlayalım? Mütləq hazırlayın bir dəfə. O dadı, o ləzzəti görəcəksiniz. Bir də çox doyumlu olur. Hədsiz doyumlu olur. Mən də bolumu yeyim. Bizə nuş olsun.